Exceldə məlumatlar daxil edildikdən əvvəl və yaxud sonra kanalın kənar xəttlərini çəkmək üçün həmin kanala seçilir. Homeland tabından Borders, yəni sərhədlər seçib buradan biz kənar xəttlərini çəkə bilərik. Lakin yeni məlumatlar daxil edildikdən sonra hər dəfə biz bu kanalları çəkmək məcburiyyətindəyik. Bu videoda bu işləri avtomatik etməyin yolunu göstərəcəm. İlk növbədə həmin kanallar seçilir. Homeland tabında kontentdə format edirik. New Rule əmrini seçirik. Ekrana gələn pəncərədə sonuncu əmri seçirik və bu kanalda isə birinci kanalı seçdikdən sonra F4 düyməsini 2 dəfə vururuq ki, dollar işarəsi bax əvvələ gəlsin. Formata giririk. Borders'də biz kanalların kənar xəttlərini yerləşdiririk. OK əmrini veririk, yenidən OK əmrini veririk. Bundan sonra növbəti kanallara məlumat daxil edildikdə avtomatik olaraq xəttlər, kənar xəttləri çəkiləcək.